Nə üçün biz davamlı maarifləndirmə aparırıq və davamlı qadınlarımızı müayinələrə təşviq edirik? Əziz xanımlar, vaxtında profilaktik müayinələr çox önəmlidir. Nə üçün önəmlidir? Çünki gizli patologiyaları bu müayinələrə təyin edə bilirik. Ginekologiyada isə bu müayinələr olduqca önəmlidir. Çünki uşaqlıq boynu patologiyası olan uşaqlıq boynu xərçəngi artıq səbəbi məlumdur. Lakin bu xəstəlik gizli keçə bilir. Hansı ki, xərçəngin ağır formalarına qədər patologiya uzun illər ərzində gizli keçə bilər və heç bir əlamət müşahidə olunmayacaqdır. Hətta müraciət edən qızlarımız var ki, xərçəng diaqnozunu təsdiqləmişik, amma uşaqlıq boynunda, uşaqlıq boynuna bağlı heç bir şikayəti yoxdur xanımın, heç bir klinik əlaməti yoxdur. Lakin müayinə zamanı biz təsdiqləyirik ki, burada xərçəngə gedən bir yol var. Əziz xanımlar, ümumiyyətlə, bütün patologiyaları vaxtında aşkar etmək üçün, eləcə də uşaqlıq boynu patologiyalarını aşkar etmək üçün vaxtında müayinələr, profilaktik müayinələr, heç bir şikayət olmadığı halda belə müayinələr çox önəmlidir və deyərdim ki, çox vacibdir. Hər birinizə sağlamlıq arzu edirəm.